bu adamların içində dostlar, demək olar ki, bir ikisinin çıxmaq şərti ilə, yəni nə mənada deyirəm, bir ikisinin çıxmaq şərti ilə mən onların haqqında nəsə eləmişəm. Yəni, rejissor kimi deyirəm. Yəni, bir ikisinin çıxmaq şərti ilə. O birisilərin də demək olar ki, əksəriyyətini, yəni Allah rəhmət eləsin, Ramiz Quliyev haqqında mən film çəkmişəm də ki, məsələn, Vaqif Səmədoğlu, Allah rəhmət eləsin, onunla dəfələrlə yəni filmlərdə də, bəs çəkdiyim verilişlərdə də müsahibələr, falanlar, söhbətlərimiz olub və Allah rəhmət eləsin, Vaqif doğrudan da böyük adam idi, böyük şəxsiyyət idi və tərəddüd olduğunda boynu alırdı. Sonra nə bilim, yəni kimi desəniz, məsələn, Mövlüd Süleymanlı ilə biz bir yerdə işləmişik, bir yerdə çox çörək yemişik, məsələn, Zəlmxan haqqında film çəkəndə, falan eləyəndə, mənə pislik eləyib. Və yaxud da, yəni mən onların sadəcə olaraq, bu adamların, dostlar, indi sadəcə olaraq prezidentdən ayda 1500 manat deyək ki, qanarar alıb və yaxud da müşafat alıb, oturub, onu səsini boğub, içinə salıb, bunu susması adamı dəhşətə gətirir. Yəni, sən qorxmağa başlayırsan ki, yəni bu adamlar, baxın, bizim sığınmaq istədiyimiz adamlar özləri bir Dəladuzun kölgəsinə sığınıb, məsələn, o nöqteyi nəzərdən, yoxsa mənim nəyimə lazımdır, sən Rüstəm Behrudinin qardaşlarının gözəl biznesləri var, siz bilirsiniz. Dərnəgülün çıxacağında bir Behrud, bir 5 mərtəbədir, yoxsa 6 mərtəbəli bir evdə titrib, bütün nəsli yığıblar, oraya yaxşı yiyirlər, içirlər, Rüstəm də özü gəzir filan, yəni, heç olmasa ayıbdır, çıxıb yekə-yekə danışmayın. Sən əgər sən doğrudan da, yəni sən dəyərli, sən özünü dərviş sayırsan, say. Amma belə yox. Qaranlıqda həqiqət axtarmaq, qaranlıqda ən böyük həqiqət İlham Əliyevdir. Və sən əgər bugün gedib İlham Əliyevin dəyirmanına su tökürsənsə, özdə deyirsən, mənim titullarımı heç ada deməyəm, mən ancaq Rəsim Rüstəm Behrud deyəm, elə yox, elə deyil. Yəni, o nöqteyi nəzərdən və yaxud da bunun Kəmal Abdullah, Dəladuz Kəmal Abdullah var, bizim. O da xalq yazıcısıdır. Deməli, 2003-cü ildə çıxıb efirdə Azərbaycan xalqını vandalist, yəni quldur adlandırandan sonra vəzifədən düşmür. Təsəvvür edin, 2003-cü il oktyabr hadisələrindən sonra, deyək 15-dən 16-sına keçən gecə, o birisi gecə çıxdı Azərbaycan televiziyasında, bütün Azərbaycan xalqının meydana çıxan adamları vandalist və quldur adlandırdı. 1,29% səhv toplamış İlham Əliyevin tərəfini saxladı. İndi sən durub böyük müqəddəs şeylərdən danışırsan və orada Kəmal Abdullahın da ad gününü təbrik eləməklə bağlı yazı yazmışam deyirsən. Orada qeyd elədinmi Kəmal Abdullah'a? Soruşdunmu Kəmal Abdullah? Sən oktyabr ayının 15-dən 16-sına keçən gün, o birisi gün niyə çıxıb o doğrudan da xalqın səsini qazanmış İsa Qəmbərin müdafiə eləməyə çıxan o xalqı vandalist quldur adlandırdı. Niyə?